Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Ve sallallahu ala Muhammedin ve alihi tayyibin tahirin ve la'netullah ala a'daihim ecmaîn. Deməli, əzizlər, əqaid mövzusundan davam olaraq bəhsimizin bu yerini davam eləmək istəyirəm ki, Allah təbarək və təalanı mərifət etmək vacibdir. Hər bir kəs üçün vacibdir ki, o şəxs Allahı mərifət etsin. Yəni, vacibi eynidir, hər şəxsin özünə vacib olan bir vacibatdır. Yəni, İslam dininin istinası olaraq bütün hökmləri Allahı tanımaq və onu təsdiq etməyin üzərində qurulub. Yəni, onu tanımaq dinin əslidir, sütunudur və İslamın bundan üstün və ali hədəfi də yoxdur. Ən üstünü budur. Yəni, İslamın əsas hədəfi budur ki, Allahı tanıyasan, mərifət edəsən və onu təsdiqləyəsən. Yəni, İslam dini təvhidə verdiyi əhəmiyyət qədər dinin heç bir ruknuna əhəmiyyət vermir. Ki, bütün peyğəmbərlərin, vəsilərin həyatına baxanda onların ki, Allahın tanınmasında necə böyük bir zəhmətlərlə çalışdıqlarını şahid olarıq. Yəni, tarix boyu onlar öz canlarını, mallarını, sevdiklərini, hər bir şeyini təhlükə atıblar ki, ona da baxmayaraq zalimin, yəni müqabilində insanların öz Rəblərini tanıması üçün ciddi mübarizə aparıblar. Allahın yardımı ilə insanları zəlalətdən çıxarıb, səadət yoluna hidayət ediblər. Təbii ki, kimlər ki istəməyibdir, onlar elə zəlalətində, yaxud da sonradan yenə zəlalət yoluna qayıdıblar. Təbii ki, Allah Teala peyğəmbərlərin sonuncusu olan, xatəmi olan İslam peyğəmbərini sallallahu aleyhi və aleyhi Quran-ı Kərimlə aləmlərə rəhmət olaraq göndərib və İslam peyğəmbəri sallallahu aleyhi və aleyhi və onun pak əhl-i beyti əleyhimussalam daxili və xarici düşmənlərin, belə deyək də, onlara verdiyi mənəvi maddə əziyyətlərə dözərək, səbr edərək ümmətin hidayət olunması üçün hər şeylərindən keçiblər. Yəni, öz varlıqlarını Allah Teala'nın dini yolunda fəda edib, ümmətin boynuna böyük bir haqq qoyubdular. Hətta Peyğəmbər sallallahu aleyhi və aleyhi insanları dinsizlikdən, şirkdən paklaşdırıb və qəlblərdə təvhid toxumu səpərək ölmüş qəlblərə həyat veribdir. Ona görə də əleyhissalam hətta Nəhcül Bəlağada xütbələrinin birində də deyir ki, Allah Teala peyğəmbəri insanları bütlərdən ayırıb, ofsandan, bütlərdən ayırıb ona xidmət göstərməyə görə və şeytana itaətdən uzaqlaşdırmaq üçün haqq olaraq göndəribdir. Onu niyə? Rəblərini tanımaqları üçün deyə hökmlərini açıqladığı Quran-ı Kərimlə birgə Allah Teala məbus edibdir, göndəribdir, seçibdir. Bütün bunlar işin nə qədər böyük əhəmiyyətə malik olmağını bizə bəyan edir. Çünki peyğəmbərlər və imamlar bəşəriyyətin ən kamil və ağıllı insanlara hesab olunur. Yəni, kamil insan əbəs mənasız işin arxasınca getməz və özünə hədəf qərar verməz. Şübhəsizdir ki, ilahi höccətlərin əsas hədəfi də bəşəriyyəti la ilahe illallah kəlamına doğru dəvət etmək olubdur. Çünki hər bir şeyin qəbulu və təsdiqi məhz tövhid inancına bağlıdır. Əli əleyhissalamın da hətta məşhur ki, kəlamında var ki, deyir, əvvəl-din mərifətuhu və kəmalu mərifətihi ət-təsdiqu bihi və kəmalu təsdiqi bihi təvhiduhu və kəmalu təvhidihi əl-ixlasu ləhu. Deyir, dinin əvvəli Allahı mərifətdir, tanımaqdır və Allahın mərifətinin də kamalı, kamilliyi onu təsdiqləməkdir. Təsdiq etməyin kamilliyi isə onu tək bilməkdir. Tək bilməyin kamilliyi isə əməlləri onun üçün etməkdir. İxlasla, yəni Allah üçün etməkdir. Hətta Həzrətin başqa bir kəlamında var ki, Qur'an-ı Hikəmdə keçir ki, Ma'rifatullah subhanahu əlal məarif. Ki, Həzrət deyir ki, mərifətlərin ən üstünü Allahı mərifət etməkdir, tanımaqdır. Yəni, mahiyyət olaraq Allah Teala'ya mərifətlə yanaşır, onun təbii ki, höccəti ki, də mərifət olunmalıdır. Əgər bir kəs, yəni mən Allahı qəbul edirəm, amma onun höccətlərini qəbul etmirəm, yəni onun seçdiyi peyğəmbərləri, imamları, vəsiləri ki, bu inancda olsa, həmin şəxs Allahı inkar edən kəslə eyni səviyyədədir. Çünki ilahi höccətləri qəbul etmək elə Allahı qəbul etməkdir və onları inkar eləmək, Allahı inkar eləməkdir. Çünki o höccətlərin itaətini öz itaəti ilə qərar veribdir Allah təbarək və Teala ki,
Necə ki, məsələn, Zümər surəsinin 25-ci ayəsində var ki, Allah buyurur ki, Bismillah, Kəzzəbəl-ləzīnə min qablihim fəətahumul əzab min heysu lə yəş'urun. Onlardan əvvəlkilər də ki, peyğəmbərləri yalancı saymışdılar ki, əzab da onlara gözləmədikləri yerdən gəldi. Ki, yəni şuurlarını çəkmədiyi yerdən. Ki, yaxud da başqa bir mübarəkə Nisa surəsində Allah buyurur ki, وَمَا أَرْسَلْنَا مِنْ رُسُولٍ إِلَّا لِيُطَاعَ بِإِذْنِ اللّٰهِ. Biz hər bir rəsulu, elçini ki, ancaq ona Allahın izni ilə itaat olunsun deyə göndərmişik. Məsələn, İmam Baqir əleyhissalamdan bir hədisdə var ki, kafidə deməli keçir, Həzrət buyurur ki, İnnəmə ya'budullaha mən ya'rifullah fəəmmə mən la ya'rifullaha fəinnəmə ya'buduhu həkəzə dalalən qultu cu'ultu fidək. Deməli, İmam Baqir əleyhissalam Əbu Hamza Somali ilə danışığı var ki, deyir, Allahı tanıyan Allaha, onu tanımayan isə azğına, zəlalətə, yəni ki, tağuta belə deyək, ibadət eləyər. Deyir, Əbu Hamza Somali sual verir ki, Allahı necə tanımaq lazımdır? İmam əleyhissalam deyir, cavabında deyir ki, Allahı və onun rəsulunu təsdiqləmək, İmam əleyhissalamın vilayətini qəbul etmək, onun davamçılarının digər hidayət imamlarına ki, tabi olmaq, onların düşmənlərindən təbərrə edərək, uzaq duraraq Allaha pənah aparmaq, sığınmaq lazımdır. Ki, həkəzə yu'rafullah əzzə və cəl, Allah da bu cür tanınar. Ki, Allahı yəni tanımağın zahiri budur. Və hətta İbn Uzeynə deyir ki, bir çox adam xəbər verir ki, İmam Baqir əleyhissalam buyurubdur ki, Lə yəkunul abdu mu'minən hətta yə'rifullahə və rəsuləhu və l-əimmətə kulləhum və imam-ı zəmanihi və yəruddə iləyhi və yüsəllimə ləhu sümmə qalə keyfə yə'riful axər və huvə yəchalul əvvəl. Həzrət deyir ki, bəndə Allahı, onun rəsulunu və bütün hidayət imamlarını ki, tanımayana qədər həqiqi mömin ola bilməz. Mömin bəndə ola bilməz. Həmçinin bəndə öz zəmanəsinin imamını tanımadan, çətinliklərdə ona belə ki, yönəlmədən və verdiyi hökmə itaat eləmədən həqiqi iman gətirmiş sayılmaz. Sonra imam bu cür dedi ki, bir imamı inkar edən sonuncunu da tanıya bilməz. Yəni, birini inkar edən o axırıncı necə tanısın, digərini, ondan sonraki yaxud necə tanısın? Ki, mahiyyət olaraq bu da. Həqiqətən görsən, Quran özü də, məsələn, Nisa 80-da Allah deyir ki, Bismillah, mən yuti'ur rasul, fəqət əta'allah. Hər kim Peyğəmbərə itaət eləsə, Allaha itaət etmiş olar. Ki, ona görə də hətta Cabir Cufirin də İmam Baqir əleyhissalamın bir rivayətində var ki, deyir, İnnəmə ya'rifullah əzzə və cəllə və ya'buduhu mən ərəfəllah və ərəfə imaməhu minnə əhləl bəyti. Deyir, Allaha yalnız onu və biz Əhl-i Beyt əleyhissalam olan imamları tanıyan şəxs həqiqi ibadət eləyər. Kim Allahı və Əhl-i Beyt əleyhissalam olan imamı tanımasa, mərifəti olmasa, Allahdan qeyrisini tanıyıb onu ibadət etmiş sayılır. Və and olsun Allaha ki, belə şəxs zəlalətdədir. Ki, deməli, mahiyyət də bu dünədə insanların yaradılmasında ən mühüm və əsas hədəf Allahı mərifətdir. Yəni, Allah öz kitabında da buyurur ki, Zariyyət 56-dan məşhur ayədir. Bismillah, və mə xaləqtul cinnə vəl-insə illə liyəbudun. Mən cinləri və insanları mənə ibadət etmək üçün yaratmışam. Yəni, təbii ki, Allaha ibadət etmək onu tanımadan həyata keçməz. Ona görə də İmam Rəza əleyhissalamdan var ki, Şeyx Sadıq rəhmətullah Təvhiddə nəql edir ki, qalə əvvəli ibadətillah mərifətuhu və əslu mərifətillah təvhiduhu. Ki, Allah ibadətin əvvəl onu mərifət etməkdir, tanımaqdır və onun mərifətin əsli onu tək bilməkdir. Allahı, yəni bu təvhid ona görə çox mühümdür. Yəni, bəndə üçün kamillik, alilik məqamı öz xaliqinin, Rəbbinin, belə deyək də, haqqını gözəl şəkildə tanımaqla, onun borcunu ödəməklə hesablanar. Yəni, kamil bəndəlik insanın hər bir işdə tələb olunan şəkildə öz Rəbbinə təslim olmağından başqa cür yolla həyata keçməz. Təslim olmağını da tanımadan həyata keçməsi qeyri-mümkündür. Yəni, İmam Hüseyin əleyhissalamın da hətta bu haqda kəlamında var ki, Həzrət buyur ki, Əyyuhən nas, innəllaha əzzə və cəl, zikruhu ma xaləqəl ibadə
إلا ليعرفوه فإذا عرفه عبده فإذا عبده فاستغنوا بعبادته عن عبادة ما سواه. Həzrət bu ki, ey insanlar, həqiqətən də Allah Taala insanları yalnız onu mərifət etmələri üçün xəlq edibdir. İnsanlar onu mərifət etsin, tanısın, ibadət etsinlər. Ki, əgər tanısalar ibadət edəcəklər, əgər ibadət etsələr, başqalarına ibadətdən ehtiyacsız olarlar. Deməli, aləmlərin var olma səbəbi olan Allah Taalanı tanımaq, onu təsdiqləmək hər bir şəxsin vacibat boynunda vəzifəsidir. İnsanın ağıl qüvvəsi Allah Taalanı tanımağı da ona vacib edir. Yəni, insan ağıl qüvvəsini istifadə edib Allahın mövcud və şəriksiz olmasını təsdiq edir. Ki, mahiyyət olaraq insan bunun üçün müxtəlif dəlillər elə gətirə bilər. Məsələn, deyək ki, insanlar dünya həyatında məsələn növbə-növ nemətlərlə əhatə olunubdur və dünyanın bir-birindən gözəl nemətləri onları əhatə edir. Onlar istədikləri şeylərdən rahatlıqla istifadə edirlər və bütün bu nemətlər insanın dünya həyatından ləzzət aparması üçün vasitələrdir və bu deyilənləri də heç kəs inkar etmir. Ki, digər tərəfdən də məsəl üçün məzhəbindən, irqindən asılı olmayaraq hər bir ağıl sahibi nemət sahibinə təşəkkür etməyə vacib olduğunu qəti bilir. Ki, həqiqətən də bir nemət sahibi, bir şey verənə təbii ki, bir təşəkkür lazımdır, çox sağ ol demək lazımdır. Yəni, əgər bir şəxs bizə yaxşılıq eləsə, vacibdir ki, bu yaxşılığın əvəzində ona düz təşəkkürümüzü eləyək. Təşəkkür etməsək, ağıl sahiblərinin yanında bu iş nə sayılar? Qəbih, pis iş sayılar. Ki, yəni, yaxşı bir hərəkət sayılmaz, ədəbsizlik olar. Ağıl sahiblərinin yanında neymətə nankör olan şəxsin məzəmmətə layiq olmasında şək yoxdur. Həmçinin, deyək ki, şübhə də yoxdur ki, neymətə təşəkkür etmək tanımadan həyata keçməz. Yəni, neymətin və bəxşişin, hədiyyənin sahibini tanımayan şəxs ona öz təşəkkürünü bildirə bilməz. Əvvəldə qeyd edildikdə biz məsəl üçün ki, varlıq aləmini yaradan idarəçisi, sahibi var. O da hər şeyin mütləq sahibi və maliki olan Allah Əzzə və Cəldir. Və gözlə görünən və görünməyən hər bir varlığa ruzi və neymət verən də Allahdır. Belə halda hər bir bəndiyə bu neymətlərin sahibi olan Allahı tanıtmaq vacib olur. Çünki şükür eləmək tanımağı da lazım tutur. Məsələ budur. Yaxud da Allah Taalanı tanımağın vacibliyi barəsində biz baxsaq ki, nədir bu? Zərəri bir şeyi dəf eləməkdir. Ki, bu özü Allahın varlığını bizə sübut eləyir, tanımaqlığı. Bizim üçün qapı açır. Yəni, hər bir insan ən azından Allahın mövcud olmağına, peyğəmbərlərin haqq olmasına, qiyamət gününün baş verəcəyinə, iman gətirənlərin əbədi cənnətə, inkar edənlərin əbədi cəhənnəmə gedəcəyinə ehtimal verir. Yəni, ən azından onun ehtimalı var ki, yəni bu hal baş versin. Çünki heç bir inkarcı bu deyilənləri qətiyyətlə inkar edə bilmir. Deməli, ortada insan üçün zamanı məhdud olmayan çox ciddi bir təhlükə, əzab qeyd olunur və bu da ehtimaldır ən az. Ən azı heç olmasa ehtimal olmur. İnsanın bu ehtimalı onun bu barədə axtarış aparmağına, xəbərin həqiqətinin təsdiqini tapmağa səbəb olur. Yəni ki, ağıllı insan heç zaman özünü bilirəkdən təhlükə atmaz. Hətta o zərər ehtimalı olsa belə. Yəni, insan üçün ehtimal olan zərəri araşdırmaq və onu özündən dəf etmək hər bir ağıl sahibinə vacib bir əməldir. İnsan hər hansı bir vasitə ilə öz ayaqqabısının içində deyil, zəhərli, güclü olan bir öldürücü həşəratın olmağına ehtimal verirsə, heç zamanın araşdırmadan və içinə baxmadan geyinməz. Aydın məsələdir. Çünki ağıl bu işə diqqətli yanaşmağı tələb edir. Yəni, insanın özünü bilərəkdən təhlükə atmasını qadağan edir. O vaxta qədər ki, insan o ayaqqabının içində heç nə olmadığını bilsin və özünü ölümdən xilas etmiş olsun. Allahın da mövcudluğu və məadın, yəni ölümdən sonraki həyatın, axirət evinin haqq olması da bu qəbildən olan məsələdir ki, yəni ən azından ehtimal olunur ki, kim zaten ehtiyacı olan Allahın varlığını inkar eləsə, əbədi cəhənnəmdə olacaq. Kim də təsdiq eləsə, əbədi cənnətdə mövcud olacaq. Yəni bu xəbərin həqiqətinə yetişənə qədər
onun doğru olub olmadığını bilənə qədər insan onu inkar etməsi ağlın hökmü ilə qadağandır. Çünki İmam Rıza əleyhissalamdan da bir hədis var ki, biz zındıqla danışır. Həzrət deyir, daxilə rəculun minəz-zənadiqə alə rıda aleyhissalam və indahu cəmaə. Fəqalə ləhu Əbul Həsən aleyhissalam əyyuhər rəcul ərəəytə in kənə qavləkum və leysə huvə kəmə təqulun ələsnə və iyyəkum şər'ən səvaən. Deməli deyir, bir nəfər ki, o zındıqlardan, yəni indi bizim müasirəsi ateistlərdən, yəni bir nəfər daxil olur İmam Rıza əleyhissalamın məzhərinə. O da deyir ki, deyir mənə görürüm, əgər sizin dedikləriniz doğru olsa, yəni siz ki dedikləriniz ki var, o doğru olsa, yəni Allah olmasa ki, halbuki siz dediyiniz kimi də deyil, biz və siz biz deyirikmi, yəni insan olaraq da, bu halda qıldığımız namazlar, tutduğumuz oruclar, verdiyimiz zəkatlar və təsdiq etmədiyimiz digər şeylər bizə bir zərər verməyəcək. Deyir, bu sözdən sonra dinsiz şəxs bir söz söyləmir, İmam Əleyhisselam sözünü davam edir və sözünün davamında deyir ki, əgər bizim dediklərimiz doğru olsa, ki biz dediyimiz kimi də elə də, yəni o doğru olsa, sən o şahid olsan, bu halda siz həlak olacaqsınız, biz isə xilas olacaq. Ki, həmin bu dinsiz adam da qalır ki, rahiməkallah, Allah sənə rəhm eləsin. İmam üçün dua edir. İndi mahiyyət də budur ki, deməli diqqət olunmalıdır ki, Allahı tanımaq dinin zərurətindəndir. Elhamdülillah Rabbil aləmin.